cahana insana, geleceğe inansan, talebe, talebe, talebe. Çok çok adi dolanan, dünyaya cahana insana, geleceğe inansan, talebe, talebe, talebe. Sızlar ya da düşer de yüreğimi telleri, o mehriban, o aziz talebelileri. İşitse hay veren, gemini saklayan, gizleyen, sevincinden pay veren, talebe, talebe, talebe. Hay eşitse hay veren, gemini saklayan, gizleyen, sevincinden pay veren, talebe, talebe, talebe. Sızlar ya da düşer de yüreğimi tellerdi. Lənkəran rayonunun bütün sahələrində olduğu kimi, təhsildə də əsaslı dəyişikliklər aparılmasına başlanıb ki, onlar indiki nailiyyətlərimizin zirvəsindən daha aydın görünməkdədir. Təhsil mürəkkəb, çox parametrli bir sistemdir. Məlum olduğu kimi, islahatın əsas mahiyyətini təhsilin humanistləşdirilməsi, diferensiyallaşdırılması və inteqrasiyası kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasını və təhsil alanın şəxsiyyət kimi formalaşması üçün onun təlim-tərbiyə prosesinin bərabər hüquqlu subyektinə çevrilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Lənkəran rayon təhsil şöbəsi, ayrı-ayrı məktəblər və birbaşa təhsil şöbəsinin tabeliyində olan təhsil müəssisələri hesabat dövründə bu məqsədin həyata keçirilməsi üçün öz işlərini Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı və Təhsil Nazirliyi tərəfindən yaradılan hüquqi normativ baza əsasında qurmuşdur. Açsın çırağınız, gəlsin xoş sorağınız deyib, yollandıq Lənkəran Tibb Məktəbinə. Məktəbdə Heydər Əliyev əsrin dərinəsidir adlı bilik sərgisi keçirilirdi. Sərgidə məktəbin tələbələri, pedaqoji kollektiv, valideynlər, rayonun təhsil işçiləri iştirak edirdilər. Sərgidə nümayiş etdirilən bilik örnəkləri göz oxşuyurdu. Bilik sərgisində ümumili lider Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları deviz kimi seçilmişdi. Onun əbədi yaşam xatirəsindən, ömür yolundan dəqiqələr şan-şərəflə tamaşaçılara təqdim olunurdu. Bilik sərgisində tibb məktəb tələbələrinin əl əməyi, göz nuru işləmələri sərgiləndi. Bilik sərgisində çıxışların mövzusu istedad, bacarıq, çalışqanlıq oldu. Lənkəran Tibb Məktəbində Gənclər Heydər Əliyev Zəkasının işığında adlı açıq qapı bilik sərgisi keçirilib. Sərgi Tibb Məktəbinin tələbələri tərəfindən hazırlanıb. Bilik sərgisi ümumili lider Heydər Əliyevin 87-ci il dönümü məqsədi ilə Gənclər Heydər Əliyev Zəkasının işığında adlı tədbirdir. Bu tədbirdə məqsəd tələbə gənclərin öz öyrəndikləri, təhsil zamanı əldə etdikləri bilikləri həm məktəb yuxarı sinif şagirdlərinin nəzərinə, həm müəllimlərin, həm ümumiyyətlə rayonun əhalisinin nəzərinə çatdırmaq. Məktəbimizin tələbələri 4 ixtisas üzrə ortopedik stomatologiya, tibb bacısının işi, mamalıq işi və müalicə işi ixtisası üzrə müxtəlif səpkidə tibbin bu və ya digər ilk yardım, ümumiyyətlə tibb işçisinə lazım olan vərdişləri əyani şəkildə nümayiş etdirdilər. Müəllimlərlə yanaşı
Lənkəran rayonunun yuxarı sinif şagirdləri, çünki məqsədimiz həm də burada onlara peşə yönümünü göstərmək. Ola bilər ki, 11-ci sinif şagirdləri peşə seçdikdə tibb ixtisaslarına üstünlük versinlər. Yeni tədris ilinin başlanması ilə bağlı tələbələrin təəssüratları isə bizim məktəbdə bilik sərgisi nümayiş etdirilir. Bu bilik sərgisini nümayiş etdirməyimizin bir səbəbi də odur ki, yəni əhaliyə nümayiş etdirmək üçün bizim məktəbdə bizə keçirilənləri, yəni əhaliyə nümayiş etdirməkdir. Yəni bura gələnlərə də gəlib bizim sərgiyə baxanlara da öz minnətdarlığımızı bildiririk. Məktəbin öz rəhbərliyinə də öz minnətdarlığımızı bildiririk ki, bizim üçün, bizim tələbələr üçün öz biliyimizi nümayiş etdirmək üçün bizə belə bir şərait yaradıblar. Liderimiz Heydər Əliyevin 83-cü il dönümünə həsr olunmuşdur. Tələbələrimiz burada müəllimlərimizin bizə öyrətdikləri, həmçinin öz bilik və bacarığını nümayiş elətdirirlər. Çalışacaq ki, biz tələbələr gələcəkdə daha da dərin biliklərə nail olaq və insanların sağlamlığı keşiyində dayanaq. Çıxış edir Lənkəran Tibb Məktəbinin şənlik rəqs ansamblı.
Milli lider Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibəti ilə Lənkəran şəhər tibb məktəbində sağlam bədəndə sağlam ruh olar devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşü Lənkəran şəhər icra başçısının təhsil, səhiyyə və mədəniyyət işləri üzrə müavini Nadir Muradov, humanitar məsələlər üzrə baş məsləhətçi Tahir Zülfüqarov da izləyiblər. Yarışda Lənkəran tibb məktəbi ilə Lənkəran şəhər humanitar kollecinin komandaları mübarizə aparıb. Görüşün təşəbbüskarı Lənkəran şəhər tibb məktəbinin tələbə gənclər təşkilatı olub. Mübarizənin ilk dəqiqələrində hər iki komanda oyuna aktiv başlayıb. Gərgin keçən mübarizənin birinci hissəsi bərabər hesabla qurtarıb. İkinci hissə də komandaların fəallığı ilə keçib. Tibb məktəbinin azarkeşləri komandalarını görüş boyu dəstəkləyib. Mübarizə əzmində keçən yoldaşlıq oyunu sonda tibb məktəbinin qələbəsi ilə başa çatıb. Yarışın keçirilməsinin məqsədinə gəlincə, məqsədimiz iki texnikum arasında dostluq əlaqələrini bir qədər də möhkəmləndirmək və ümumiyyətlə belə yarışların təşkilinə əlaqədar iki məktəbin bir-birinə yaxınlaşmasına rəvaz verməkdir. Və çalışacağıq ki, gələcəkdə belə tədbirləri daha da möhkəmləndirək və bu həm də dostluq tellərinin də möhkəmlənməsinə səbəb olacaq. Görüşün sonunda qaliblər üçün təyin olunmuş hədiyyələri komandalara Lənkəran şəhər icra başçısının humanitar məsələlər üzrə müavini Nadir Muradov təqdim edib. Tədbirdən öncə Lənkəran Tibb Məktəbinin pedaqoji və tələbə kollektivi şəhərin mərkəzi meydanı Heydər Əliyev Xatirə Parkına gələrək Ulu Öndərin əzəmətli abidəsinin önünə gül çiçək dəstələri düzdülər. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramlarını bildirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru tibb elmləri namizədi İqbal Əmənullayev açdı. O qeyd etdi ki, bugünkü tədbir çox əlamətdar bir vaxta təsadüf edir. Hamı görkəmli avtomoloq Zərfə Əliyevanın 86-cı il dönümünü qeyd edir. Belə bir gündə tibb məktəbinin məzunlarına diplomların təntənəli şəkildə təqdim olunması daha məqsədə müvafiqdir. Sonra tədbir iştirakçıları Azərbaycanın himnini oxudu. Tədbirdə icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Nadir Muradov da iştirak edib. Tədbirdə məktəbi bitirən məzunlar da çıxış etdilər. Onlar məktəblə bağlı xoş xatirələrini ifadə ediblər. Tədbirdə valideynlərə də söz verildi. Onlar da öz növbəsində məktəbin direktoruna və burada dərs deyən müəllimlərə öz təşəkkürlərini bildirdilər. Sonda Nadir Muradov Respublikada tibb sahəsində yeni müəssisələrin açılmasını qeyd etdi. Çıxışında o məzunlara vətənə xidmətdə və Respublikanın inkişafında həmişə qabaqcıl olmalarını arzuladı. Onu da qeyd edək ki, tibb məktəbini bu il 60 tələbə bitirir. Tədbirin sonunda isə məzunlara diplomlar verildi. Məzunlardan 23-nə mamalıq diplomu, 37 nəfərə isə felçer diplomu verilib. Məlumat üçün deyək ki, bu məzunlardan onu məktəbi fərqlənmə diplomu ilə bitirir.